Tamam. Tayqada torpaqlar nə rəng olur dedik? Padzol, Tabii. Tamam. küləçalan, çimli padzol. Rütubətli ekvatorial meşələrdə Sarı. qırmızı, sarı, feralit və laterit torpaqlar. De görüm bəs mən Tamam. codyarpaqlı həmişəyaşıl meşələr nə rəng olurdu? Qara. Qəhvəyi. 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 Qəhvə. Qəhvəyi. Uşaqlar Hə. qəhvəyi. İndi biz burada nə edəcəyik? Deyir qəhvəyi torpaqlar yayılmışdı. Tayqa ilə rütubətli ekvatorial meşələrə aid deyil. Codyarpaqlı həmişəyaşıl meşələrə aiddir. Nə edəcəyik? Bir səhvdir ona görə. Əsas iqlim qurşağında yerləşir. Tayqa hansı iqlim qurşağında yerləşirdi? Mülayimdə idi tayqa. Elmə. Deməli, rütubətli ekvatorial meşələrdə ekvatorialdaydı. Codyarpaqlı həmişəyaşıl meşələr isə subtropikin aralıq dəniz iqlim tipi və subtropikin bərabər rütubətlənən tipindədir. Bəli, bu hər ikisinə aiddir. Codyarpaqlıdan fərqlənir. İkini götürəcəksiniz. Rütubətlənmə əmsalı vahiddən böyükdür. Deyəcəksiniz ki, tayqada rütubətlənmə əmsalı Kaç? vahiddən böyükdür. Codyarpaqlı Ha. meşələrdə isə vahiddən nə idi? Az. Codyarpaqlı meşələrdə vahiddən az idi. Rütubətli ekvatorial meşələrdə vahiddən böyük idi. Deməli 3 düzdür. Yağıntıların miqdarı mövsümü fərq müşahidə olunur. Deyək ki, yağıntıların miqdarında mövsümü fərq müşahidə olunur. Səhvdir. Ya Hər düzdür ikisi. əslində. Bu aid deyildir uşaqlar. Mövsümü fərq nədir? Bilirsiniz də tayqa nədə yerləşirdi? Mülayimdə. Rütubətli Lay. nədə yerləşirdi? Ekvatorialda. Mövsümü fərq niyə olsun ki? Keçiddə yerləşmir ki ola. Ona görə 4 səhvdir. Cənub yarımkürəsində yayılmışdır. Səhvdir. Tayqa cənubda yoxdur. Kimyəvi aşınma prosesi üstündür. Bəli, yağıntı çoxdursa kimyəvi aşınma çoxdur. Cavabımız 2, 3, 6 olacaq. Aydın sual var. Bəli. Gəlirəm 47-ci suala. Ağa Hüseyn. Şimali Amerikada ticarət, xidmət, Bəli. investisiya, hüquq qüvvəsinin mübadiləsi, ekoloji maarifləndirmə sahəsində əməkdaşlığı həyata keçirən təşkilat hansı idi? Nafta adlanan. NAFTA. Bəli, cavabımız olacaq 47-də B variantı. Niyə bu ortada sual yoxdur? 48-ci suala baxırıq. Kim mənə izah versin? Görün burada Nuray. De görün mənə. Deyir xəritə sxemdə cədvələ əsasən doğru ifadəni müəyyən et. 4 ilə 5-də. 4 4 Qobustan Abşeron ərazisinə düşür. Hı -hı. 5 Talış dağları ərazisinə Hı -hı. düşür. 2 düşür Naxçıvan ərazisinə. Sualımızı işlə 3 onun üzərində de Nuray. hə. Hı -hı. Buyur, suala keçid elə. Deməli, 4 ilə 5-də deyir ki, səthi neogen dövrü süxurları ilə örtülmüşdür. 4 ilə 5-də Beş, doğrudur da müəllim. niyə doğru olsun? 5-də biz nə demişdik? Deməmişdik paleogen dövrün süxurları idi. Hə, Talış dağlarında palogen Paleogen idi, yadına. dövrün vulkanik süxurları vardı. Səhvdir. Hı -hı. Sonra 3 ilə 6 səthində mezozoy erası süxurları geniş yayılmışdı. 3 ilə 6-da mezozoy. Düzdür də. Ha. Bəli, düzdür. Hı. Sonra 1 ilə 4-də aid iqlim şəraitində denudasiya prosesinə məruz qalmışdır. 1 ilə 4-də Bu da düzdür. bu da düzdür, bəli. Hı. 2 ilə 3-də dağ zirvələri daimi qar xəttindən aşağıda yerləşir. Xeyr, bu səhvdir. Hı -hı. Sonra 2 ilə 5-də Kiçik Qafqaz tektonik zonasında yerləşir. Bu doğrudur. Hı -hı. 1 ilə 6 səthi antropogen dövrü süxurları ilə örtülmüşdür. 1 ilə 6 xeyr, yanlışdır bu da. Nəyə əsasən 1 ilə 6-da nə idi? Səthi dövrü deyir ki, antropogen dövrün süxurları örtülü olmuşdur. Səhvdir. 1-də hansı dövrün süxurları deyə bilərsən var? Samur dəvə çobanlığında şeydir A, də. bir samur dəvə çuvalı Antropogen. deyil ki.
Neogen var orada. Bəli, Neogenlə deyəcəksən ki, antropogen dövr var. Amma altın olduğu yeri nə idi? Mezoiddə uşaqlar. Mən bir haradır? Valla Bilişim. bir haradır. Mən şeydə də Gəncə, Acınahor Gəncə deyil Ceyrançay. ora. Az, Hansı Acınahor. hissəmiz? Acınahor Ceyrançay. Ceyrançay. Acınahor Acınahor burada da. Ceyrançay da. Bəli, Acınahor Ceyrançay Sinopsis. ərazisidir. Orada deyəcəksiniz ki, Neogen dövrün sıxıntıları da var, dördüncü dövrün sıxıntısı da var. Amma ki, altın Mənim ora Acınahora düşür. Acınahor Ceyrançaya düşür də. Hı. Ha, Demək bildim ki, o. 8-də cavabımız nə olacaq? A bəndi. Keçirik 49-cu suala baxırıq. Kim desin Sən mənə? aldı orada. Bəli, A oldu. Niyə Hocam, düşmədi? 9-u kimi verirəm? Ha. Baxım görək. Ümid, Neçə mən? 49. Eol relief forması necə ərazilərdə olur? Euro formaları. Nə nəticəsində yaranır eol relief forması? Kim bilirsə əlini qaldırsın. Səhralar. Küləklərin. Külək, bəli. Buradakı Ha, ərazilərimiz hansı ərazilər? 1. Haradır? Sibir regionu. 2. Qərbi Sibirdir də. Avstraliya. 4. Braziliya. 3. Labrador yarımadası. Ha. Eol relief forması var bunlarda. Küləyin təsiri nəticəsində yaranan relief forması. 4-ündə də. Deyəcəksən ki, xeyr. Bəli. Sibir ərazisində külək nə gəzir? Akkumulasiya prosesi üstündür deyir. Yəni o balıqlar da deyir. Xeyr, Braziliya yayladır. Xeyr. Qərbi Avstraliya yayladır. Çıxırsan. Flis faydalı qazıntılar zəngindir. Ola bilər. Hı. Fəal Bəli. seysmikliyə malikdir. Xeyr. Yanlışdır. Kristalik bünövrə səthə çıxır. Bəli. Flis faydalı qazıntı varsa kristalik bünövrə səthə yaxın yerləşir. Deyin görün mənə, kristalik bünövrə teması geosiqnallarda yoxsa platformalardaydı? Platforma. Platformada. Bəli, düzdür. Platformanın hansı hissəsi idi? Qalxan aşağı hissəsi idi yoxsa Birisi qalxan. kristalik bünövrə aşağıdır, aşağı. Nəsə? Ha, ha. Alt bəli, hissəsidir. bəli, bəli. Orta qırışıqlıq vilayəti Bəli. bilirsiniz ki, cənub yarımkürəsində orta qırışıqlıq vilayəti yoxdur. Cavabımız 3-5 E variantı. 50-ci suala baxır Gülsüm. Burada da Gülsüm xanım. Buradadır. Bəli. Əhalinin sayı daha çox olan iqtisadi rayon hansı olar Gülsüm səncə? Mərkəzi aran. Afərin, düzdür. Cavabımız B variantıdır. Azərbaycanda azonal və zonal kimi danışdırın burada. Qoy görüm. Nərmin, de görün mənə. Zonal necə ərazilərdə olurdu? Zonal. Mən bu yadımdan çıxa bilmədim. Kimi danışdırım onda? Nazlı. Zonal necə ərazilərdə olur? Mən bunu keçməmişəm. Bunu keçməyib. Kimə deyək bəs biz burada? Burada xanımlar, Mən deyim, Zonal şeylə idim müəllim. mən deyim zonal əraziləri. bəli, zonal ərazilərimiz necə ərazilərdir? Dağ idi yoxsa düzən? Meşələr idi. Düzən ərazilərimiz yoxsa dağlıq, Rahilə? Ə, Düzən yoxsa dağlıq? Düzən. Bəli, azonal bəs? Dağlıq ərazilərimiz. Bəli, doğrudur. İntrozonal landşaft isə bizdə çəmən landşaftının olduğu yerdir. İndi uşaqlar, yazılıb burada alüvyal çəmən meşə bu introzonala aiddir. Dağ şabalıd dağlara aiddir. Burada boz qonur, boz çəmən boz ola bilər. Düzdür? Ona görə diqqətli olursunuz. Dağlıq ərazilərdə baxırsan, alüvyal çəmən meşə dedim introzonalda olur. B variantı belə getdi. Torflu dağ çəmən dağlıq ərazilərdə olur, qonur dağ meşədə dağlıq ərazidə olur. Burada nə səhvdir? Açıq şabalıd introzonal landşaftı olmaz. İntrozonal landşaftda alüvyal çəmən meşə torpaqları olur. Ona görə cavabımız 51-də nə olacaq? D variantı. D variantı. Bəli. Keçirəm 52-ci sualımıza. 52-ci sualı kimdən işləyək? Kim istəyir məsələ işləməyi? Baxın müəllim. İşləyim mən müəllim. Yazacaqsan da ekranda bilirsən. Ha, yazaram. Aha. Deyir ölkənin iqtisadi fəal əhalisi 17.500 min nəfərdir. Və onun 80% yerli işçilərdir. İmiqrantlar. Deyin görün mənə, miqrasiya nə demək idi?
Miqrasiya. Əhali sayıdır o miqrasiya. Ölkəni tərk edənlər və ölkəyə gələnlər. Neçə yerə Bəli. bölünürdü miqrasiya? 2 yerə. Aha, hansılardı? İmiqrasiya, imiqrasiya. İm nə idi? M nə idi? M gedənlər idi müəllimə. Bəli, bəli. İm İm gələnlər gələnlər. idi. Gələn. Düzdür. Ümumi iqtisadi fəal əhalini bilirik ki, 17.500 min nəfərdir. Bu əhali biz bildirdik ki, iki qrupdan ibarətdir. Yerli işçilər, bir də immiqrantlar, yəni kənardan gələnlər. İmmiqrantların sayına X deyək. Gəl X deyək də. Bəli deyək. Mhm. Yerli işçilərin sayı isə 17.500-dür. Düzdür, ona da X deyək də. 100%-dir. Aha. İndi bizə deyir ki, şərtdə deyir ki, yerli işçilər 80%-dir və immiqrantların 80% işlə təmin olunub. Yəni hər iki qrup fərqli olmadan ümumi iqtisadi fəal əhalinin tam 80% işlə təmin olunub. Fəal əhalinin 80% işlə təmin olunub. İndi biz belə məsələlərdə 100%. aha, nə etməliyik belə məsələlərdə? Elə bir ki, mənim 100-dən çıxırıq 80, eləmi? Qalır 20%. O elə bir ki, qalanda 17.500-də 20-yə bölsək, 3.500. Düzdür. 3500-dür. Necə Çünki- hesabladın bir daha Çünki de. çünki mənim 80% 100%-dir. Yəni 80 verir ki, o 100%-dir. 80, 100, Onda 100-dən də 100%. 80 çıxsa 100-dən də 80 çıxsa 20 qalır. Bəli. Onu da bölürük 17-yə. Cavab da deyir 3500. 3500. Uşaqlar aydın oldu mu? Yəqin. Nezahat aydın olmadı. Müəllim, biz orada 17.500-ə 100 verib X-ə də 20 vermirik. Bəli. Elə tapırıq 4500. Bəli, bəli. 17.500-üm 100%-dir. X-im də 20%-dir. Oradan 3000 tapdıqmı, təzədən 100-ə X veririk, 80-ə də 3500 veririk. Oradan da X-i vururuq 80 edir, 80x, 100-də 3500-ə vururuq. O da eləyir 4375. Bəli. 7. Qamı Z variantıdır. Nə? Aydın Sən oldu yazsan mu? o. Necə? Bəli. Sən yazsın da zəhmət olmasa. Ağa sen yaz görək. Yazın. İzah ver yaz. Başdan. Hə, başdan zəhmət olmasa. Bax, 17500 dedik ki, şeydir, 100%-dir, düzdürmü? Hə. 17500 100%. bərabərdir 100%. Tecrübə 5 yaz ki, rahat hesablaya biləsən. X'im də Necə? 20%. 17 onda 5, 100 yaz. Ki, rahat hesablaya biləsən də. Ha. Aha. O bərabərdir onda. Dayan bir dəqiqə. Allahın izni ilə mən götürəcəm. Yaza bilmirəm. Mən yaza bilmirəm nəsə. Ya olmur. Yaz görək ağa sensə. Diləndən sonra yaza bilmirəm. 17 ondan 5. Ümid yarımçıq getdi də, axıra kimi getmədi. Aha. Yaz. Bərabərdir 100, düzdürmü? Bəli. Aha, indi necə? Şimdi 20%. Bizə axı deyir 80% şeydir, ona görə 20% qalır da. Hı. Elə X-lə bil bərabər o ki 100-dür, 80% yeridirsə, qalan 20% biz maraqlıdır da. Onu da vururuq çarpaz. 17, 10 da 5'i vururuq. 20'ye 20'ye, bölsen ha. 100'e. Hı -hı. O da eləyir 3500. Çıxıraraq aparsan 3500. Belə. Bəli, Hı. sonra Sonra bizə ölkədəki miqrantların sayını hesablayındır da. Biz də şeyi tapdıq ki, 80% yerlidir. 80-imiz 3500-dür. Hı -hı. 100% də qalanımız X-dir. 100-ə bölüb Amma bilmirik də biz. Təhcə şeylər bilirik. Bəli. Yerli işçilər. 80'imiz 3500'dür. X'imiz də neçədir? 100. Əvvəl elə bir biz şey bilirdik. Ümumini, o birisini bilmirdik. İndi ümumini bilmirik. Hı -hı.
O da 3500-ü 100-ə vurub 80-ə bölürük. Vururuq 100-ə. Sonra Böldük 80-ə. O da 4 metrədir. ay, böldük. Bölürük 80-ə. O da elədir. Nə qədər? Yer yoxdur. 4500-ə. O da 4, 4 metrə 75. 45. Aydın uşaqlar. Aha, tamam. Keçə Təşəkkür. bilərik digər sualımıza. Bəli. Bəli. Keçirik 53-cü suala. Deyir, iki okean sahillərində yerləşən ölkələri müəyyən edin. Demək, kimə verim bu sualı? Verim, görək kimə. De görün mənə. Çox sahildə. Ümid. İki okean sahilində yerləşən ölkə. Misir bilirsən də, iki okean sahilində yerləşirdi. Qırmızı Misir. və Aralıq dənizinə çıxışı var deyə Hind okeanı ilə Atlantik okeana düşür. Düzdür? Bəli. Sonra. Sonra. Sonra hansını götürəcəksən? Somali, yalnız Hindistan. Ekvator. İki dənəsində olan götürək. Bəli, Ekvator yalnız İndoneziyanı götürə Sakit bilərik. okean. İndoneziyanı götürə bilərik də. İndoneziya. 1, İndoneziya 4, 5'ti də uşaqlar. 1, 4, 5. Bəli. Ekvator yalnız nə idi? Sakit okean. Hind Ekvator okeanı. yalnız Sakit okeanda. Yenə deyirəm, Misir deyəcəksiniz ki, Aralıq dənizi ilə Atlantik okean hövzəsinə, Qırmızı dəniz isə Hind okean hövzəsinin sahillərində yerləşir. Yəni Misir Aralıq dənizindən Qırmızı dənizə çıxışı var deyə həm Atlantik, həm Hind okeanına düşür. Ekvador yalnız Sakit okeana çıxışı var. Cənubi Amerikadaydı. Somali yalnız Hind okeana çıxışı var. Kolumbiya həm sakit, həm də ki, Karib dənizi vasitəsilə deyəcəksiniz Atlantik okeana çıxışı var. İndoneziya deyəcəksiniz ki, adı dövlətdir. Həm Sakit okeana, həm də Hind okeanı ilə əhatə olunub. Vyetnam isə yalnız Sakit okeana çıxışı var. Cavabımız nə olacaq bizim? 1, 4 və 5. Keçirəm 54-cü sualımıza. Gəlin 54-cü sualı həll eləyək. Deməli, Nərmin yazırsan. Deyir, ölkənin ixrac etdiyi məhsulun 45% maşın və avadanlıqların gündəlik tələbat malları deməli, maşın və avadanlıqlar 45%, gündəlik tələbat malları 42%, xam mal isə 4%-dir. Deməli, bizə məsələdə 4%lik xam malın 26 milyard dollar olduğu qeyd olunub. Düzdürmü? Deyim müəllimə. Demək istəsə de. Ölkənin ixrac etdiyi məhsul 45% maşındır. Avadanlıq 42% gündəlik tələbatdır. 4% də xam maldır. Obşi biz toplayırıq bunu. 9% da demək. Bəli. Topladı. Təzən O toplasın. 91% elir də. Deməli, 45-in üstünə 42 gəlsən, 4 gəlsin, 91%. Düzdür. 100-dən nəyi çıxarsan? 91-in. Bəli, bütün Digər mallar deyə. 100% olmalıdır. 9%. Düzdür? Bəli. Deməli, 4%-in nə qədərdir, Ağa Hüseyin? 26. 9%-in də nədir? X. X bəli. Aysa, 9-u vurarsan 26-ya, böləsən 4-ə. O da nə eləyəcək? 5.5. 58,5. Düzdür, belə deyirdin? Hə, Ağa Hüseyin? Onda 5 milyard tapdı. Bəli, cavabımız olur 58,5 milyard dollar. Aydın uşaqlar. Bəli. Gələk 55-ci suala. Deyir, Bakı və Sumqayıt şəhərləri üçün ümumi olmayan əlamətlər. Qoy görün burada kim danışdıraq. Rahilə, ay Rahilə. Aç səsini görək, danışa bilirsən. Rahilə danışa bilir. Bəli, müəllim. Deməli, Rahilə, biz bilirik ki, təsərrüfatın 4 dənə sektoru var. Birinci sektor nə idi? Emal. Hə, uşaqlar. Yoxsa hasilat idi? Hasilatdır müəllimə, emal Bəli, kişidir. ikinci sektor nə idi?
Emal, 3 Üçüncü xidmət, sektor. 4-dəki informasiya. 3 xidmət, 4-də nə Xidmət idi? dörd- İnformasiya. İnformasiya. Bəli. Deyir əhalisi təsərrüfatın həm ikinci, həm də üçüncü sektor. Yəni həm emal, həm də ki xidmət sektorunda çalışır. Xidmət. Bəli. Bu necəsiz ki, Düzdür. nədir? Doğrudur. Doğru. Yerləşdiyi iqtisadi rayonda iri CSR fəaliyyət göstərir. Rahilə, burada mənə de görüm, bunlar quraq ərazidə düzdürmü? Bakı ilə Sumqayıt. Bəli. Quraq ərazidə nə olmaz? Su elektrik stansiyası olmaz. 2 səhvdir. Bütün nəqliyyat növləri inkişaf edib. Səhvdir. Çay nəqliyyatı inkişaf etməz də burada. Bəli. Yarımsəhra quruçuluq iqlimində yerləşirlərmi? Qışı mülayim keçən yarımsəhra quruçuluq iqlimində yerləşirlər də, quraq ərazilərdə axı. Deməli, əsas nəqliyyat qovşaqlarıdır. Sumqayıt əsas nəqliyyat qovşağı deyil. Yevlax, Şirvan, Bakı əsas nəqliyyat qovşaqlarımız bunlar idi. Əhalinin sayında həm təbii, həm də mexaniki artım təsir edir. Bəli, təbii artım doğumla ölüm arasındakı fərq idi. Mexaniki artım isə immiqrasiya ilə emiqrasiya arasındakı fərqə deyilirdi. Cavabımız olacaq 1, 4, 6. Aydın uşaqlar. Əymə. Bəli. Gəlirik 56-cı suala. 56-cı sualı gələk kimlə işləyək? Deməli. Burada Ərzə xanım var. Danışa bilirsiniz Ərzə xanım? Danışa bilmirsinizsə, keçək Gülsümə. Məmə keçməkdə. Keçməyəsənə? Yox. Onda kimə keçin burada? Burada keçin. Kimi istəyir, əlin qaldırsın, könüllü. Gəlim. Gəlim. Bilərsənsə gəl. O Gülsüm bilmir deyə gəlmir. Gəlirsən, yaxşı. Kiş çay, şin çay, kümrük çay. Uşaqlar, necə çaylar idi bunlar? Daşlı və daşlı palçıqlı sellər Daşlı, yaradan çaylar da, palçıq. düzdür? Deyir ki, Bəli. bizdən tranzit və sərhəd çaylarıdır. Səhvdir də uşaqlar. Aha. Qidalanmasında buzlaqların ərinti suları Aha. əsas yer tutur. Bu da səhvdir. Bəli. Mən Yox, mən bilirsiniz, dağ çayları deyil mənim onunla bunlar. xeyr. Hı. Qidalanmasında Məsələn, buz dedik ki, səhvdir. Mənsəbi okean səviyyəsindən yuxarıda yerləşir. Doğrudur. Quruyan çaylardır. Səhvdir. Quruyan çaylarımız hansılardır? Kim deyər? Sumqayıt çay, Pirsaat çay, Stal çay, Ceyran keçməz. Bunlar neynirdi? Quruyurdular da uşaqlar. Ondan başqa Aha, Girdiman çay, Ağsu çay, Göy çay suvarılmada çox istifadə edirlər deyə neynirlər? Quruyurdular. Daşlı və daşlıqlı Beş. palçıqlı sellər Düzdür. yaradırdılar. Düzdür. Böyük Qafqazın Düzdür. cənub yamacından axırdılar. Düzdür. Cavabımız 3, 5, 6. Aydındır. Qaldı belə. Gəlirəm 57-ci sualımıza baxırıq. Uşaqlar, buğda ixrac edən ölkələr, çəlti ixrac edən ölkələr. Deyin görün mənə, buğda necə iqlim şəraitində yerləşirdi? Buğda. Mənim iki cür İsti. olurdu da. İsti, bir də soyuq da. Aha, Həm demişdik yazın ki, olur, həm də ay sağ ol. payızlıq. Buğda biz demişdik ki, aeroqlimə çox tələbkar olmayan bitki idi. Bəli. Aeroqlim yəni isti və rütubətli ərazilərdə olurdu. Taxıl bitkisi idi də buğda. Çəlti Bəli. isə biz qeyd eləmişdik ki, aeroqlimə daha çox tələbkar idi. İsti və rütubətli quru ərazilərdə olurdu. Və əmək tutumluydu bir də. Bəli, əmək tutumludur, düzdür. İndi burada baxırıq biz nəyə? Çəltik deyəcəksiniz ki, harda var? Uşaqlar, yadınızda saxlayın. Çəltik ekvatora Harda? yaxın olan ərazilərdə olur. Məsələn, Vyetnam ekvatora yaxındır. Tayland ekvatora yaxın. Bəli. Buğda isə deyəcəksiniz ki, C ilə B-dədir. Argentina və Avstraliyada. Qanada ixrac alır. Kakao var da Qanada. O ixrac eləmir axı qana. Deyirəm ki, Qanada kakao var. Bunlar yoxdur heç birisi. Hə? Bəli, kakao deyəcəksiniz ki, Qanada kakao var da. Kakao demişdik ki, Qanada, Braziliyada, ekvator ərazisində var idi. Heç birinə düşmür. İndi gəlirik burada bu sualımıza baxırıq. Situasiya məsələmizdir. İran ölkəsi qərb yarımkürəsində, bu ölkəsi isə şərq yarımkürəsində yerləşir. Deyin görün mənə, bu qərblə şərq yarımkürəsi meridianlardan yaranıb, yoxsa paralellərdən yaranıb, dostlar? Medianlardan. Bəli, meridianlardan. Deyir, hər iki ölkə federativ inzibati ərazinin quruluşuna malikdir. İnzibati ərazi quruluşuna görə dövlətlər neçə yerə bölünürdü? Unitar, federativ. İki Unitar və yerə. federativ, düzdür.
Deyir, iki okean ilə əhatə olunmuşdur. İki işğama qurşağında yerləşir. Uşaqlar, Qərb yarımkürəsində bilirsiniz ki, iki dənə inkişaf etmiş ölkəmiz vardı. Hansı ölkəmiz idi qərbdə? Bir carıydı. Hə? ABŞ-dır. Qərbdə, hə. Kanada olar müəllim. ABŞ-la Kanadadır da uşaqlar. ABŞ və Kanada iki dənə də inkişaf etmiş ölkəmiz Mən qərbdə. o birində ABŞ fikirləşdim, birində Meksika. Yox, Meksika yox. ABŞ-dır. ABŞ-dan Kanada. Deməli, onlarla həmsərhəd olan ölkə hansı idi? Meksika. Sonra bizə nə deyir? Meksika bilirsiniz də iki okeanla əhatə olunub. Hı. Hansı okeanla əhatə olunmuşdur? Həm sakit, həm də Sakit okeanı, hə. Atlantik okeanla. İki işıqlama qurşağında deyir yerləşir. Meksika. Baxın, yerləşir də uşaqlar. Həm nəyə düşür? Şimal tropik nə? Şimal mülayimə. Müəllimə, Hı, bu Avstraliya şeydir, federativdir. bəli. Onda B də Avstraliya düşür də. Bəli, B variantı Avstraliyadır. A ölkəsi fəal seismik zonada yerləşir. Düzdür. Əhalinin təbii artımı ikinci tipinə malikdir. Bəli. Deyir, inkişaf etmiş ölkəyə həmsərhəd olan B ölkəsinin fərqlənir. B ölkəmiz nədir bizim? Avstraliya. İndi gəlirik sualımızı həll eləməyə. Deyir, ölkənin adı A oldu Meksika, B oldu Avstraliya. Əhatə olunduğu okeanlar. Meksikada dedik ki, Sakit okeanla Atlantik. Atlantik okean. Atlantik okean. Yerləşdiyi işıqlanma qurşağı tropiklə mülayim. Şimal tropik Mülayim. və şimal mülayim. Avstraliyada dediyi əhatə olunduğu okean nə idi? Hind okeanı ilə Sakit okean. Sakit okean. Yerləşdiyi iqlim qurşağı da tropiklə mülayim. Mülayim. Cənub mülayimlə cənub tropik. Sonra gələk digərinə baxaq. Deyir ki, körfəzlər. Meksikada bilirsiniz də Kaliforniya körfəzi. Düzdür. Yarımada olaraq nəyə deyə Meksikada bilərik? və Kaliforniya. Bəli, Meksikada Meksika körfəzi, bir də Kaliforniya körfəzi var da. Yarımada olaraq da Kaliforniya yarımadası və Yucatan yarımadasını qeyd edə bilərik. Avstraliyada Karpetariya körfəzi vardı. Böyük Avstraliya körfəzi vardı, düzdür. Yarımada olaraq da Cape York yarımadasını, Arlimet yarımadasını qeyd edə bilərik. Oradan çıxarılan faydalı qazıntıları soruşur bizdən. Neft, qaz. Neftdir, qazdır, bəli, filiz var Meksikada. Avstraliyada isə dərəcə stil, neft də var, qaz da var, boksit də var, dəmir, deməli, dərəcə stil dəmir filiz də var, kömür də var, qızıl da var. Elə ən zəngin filiz, belə deyək də, faydalı qazıntılara malik olan ərazimiz haraydı? Avstraliyaydı da. Düzü uşaqlar, Avstraliya. Hə. Demək bunu elədik. İndi biz